Lənkəranda isə Vətən müharibəsində qələbənin 5 illiyinə həsr edilmiş zəfər qaçışı keçirilib. Marafon Həzi Aslanov parkından start götürüb və Bayraq meydanına dək davam edib. İştirakçılar 5 kilometr məsafə qət ediblər. Qeyd edək ki, aksiya Yardımlı rayonunda başlayıb, Lerik, Astara və Lənkəranda davam etdirilib. Sür, yavaş. Kenan bir defa. Çox qürurverici bir hissdir. Gənclər bayraq əllərində, zəfər bayramlarında iştirak edirlər. 4,7 kilometr yürüyüş keçirilib. 150 nəfərin içərisində 5 kilometr qaçaraq birinci yerə çıxmışam və qürur duyuram ki, birinci yerə çıxdığıma görə zəfərin mübarək Azərbaycan.